Salam uşaqlar. Deməli biz bugün 9-cu sinif üçün olan readingi nətər asan yolla işləyirik buna baxırıq. Bunun asan yollarını izah edəcəm. Baxırıq passage 1, yəni mətin 1. Ümumiyyətlə imtahana da mətin bölgüsü düşür. Yəni təxminən 2 abzas, burada da onsuz da bölüblər. Yəni ölçüsü də belədir. Ola bilər ki 3 abzas verərlər, amma uzunluq belə olur, həcmi yəni. Deməli, mətni işləməyin yollarından biri əlbəttə ki, ən düzgün yolda tərcümə eləməkdir. Mən sözləri atacağım, tərcümə eləyin. Daha doğrusu tərcüməsini atacağım, amma sözləri də atacağım ki, ayrıca yazıb öyrənəsiniz. Deməli, biz baxırıq bu mətnə. Burada bizə date sözünün tərcümələri çoxdur. Date bir deməkdir, deməli, xudma. Burada elə xudmadan danışır. 2. Date görüş deməkdir. Bir də date sözü tarix deməkdir. Yəni günün tarixi. Misal üçün bugün 16 apreldir. Bu ayın tarixi mənasında da istifadə olunur. Deməli biz baxırıq ki, burada hər yerdə bizə date sözü verilir. Baxın, 1-ci abzasda da 2-də də. Baxırıq mətin nə haqqındadır sualına. Mətnə aid bizə 5 sual düşəcək. Bu 5 sualın 4-ü qapalı, biri açıq sual olacaq. Yəni ki, içindən düzü və ya səhvi seçmək. Mətni başa düşəndən sonra, yəni 100% hamısını tərcümə eləmək ehtiyac yoxdur. O heç, o lap gözəl. Amma elə olmadan da mətni yazmaq mümkündür. Baxırıq ki, mətndə ümumiyyətlə xurma ağacından danışır. Xurmanın yetişdiyi palma ağacından danışır, daha doğrusu. Yəni eyni mənadır. Biz mətnin adını taparkən nəzərə almalıyıq ki, mətndə bir yox, bir neçə mövzu olur. Amma mətnin adı ən asan formada ümumi yox, xüsusi bir adı olmalıdır və mətndə ən çox danışılan mövzu olmalıdır. Bir də təkrar edirəm ki, mətndə bir neçə mövzudan danışılır. Amma mətnin adı xüsusi, ən çox danışılan mövzu olmalıdır. Bu zaman bəzən bizim belə taktikalarımız olur. Mətnin adı nə ilə başlaya bilər? Cavablarda one of-la, və ya an artiklından ya da d artiklından başlaya bilər. Deməli, baxırıq ki, ümumiyyətlə mətndəki mövzu 99% mətnin adında cəm isim kimi olmur. Çünki tək bir mövzu mətnin ümumi adını əhatə edir deyə. O təkdə yazılır. Baxırıq A variantında deyir ki, müxtəlif enerji mənbələri. Sources mənbə deməkdir, cəmdədir. Ümumiyyətlə, indi mən mətndə tərcüməsini atacağım. Burada ümumi olaraq bir neçə enerji mənbəsindən danışmır. Enerji mənbəsi deyəndə ola bilər müxtəlif yeməklər, ola bilər idman, ola bilər qaçmaq və s. Yəni bunlar buna aid deyil. Burada bir dənə xurma ağacından danışır. Bu sadəcə bir növdür. Deməli, buna görə A variantına çıxırıq. Baxırıq B-yə. Deyir ki, ağaclar deməli möhtəşəm, daha doğrusu meyvə ilə möhtəşəm ağaclar. Burada da görürsünüzmü? Sözün özünü cəmdə veribdir. Yəni xurma olan palma ağacları. Burada artıq cəmdədir deyə, onsuz da biz mətnin mövzusunu anlayırıq ki, mətn nədən danışır? Xurma ağacından. Və burada da deyir ki, meyvəli möhtəşəm ağaclar. Yəni eyni mənadır. Cavab olur burada B variantı. Baxın, mətnin adını tapın deyəndə, misal üçün, mətnin mövzusu ən rahat deyil, riyazi formada. Mətnin mövzusu olur 5, cavabda verir misal üçün, variantda 2/3. Yəni mətnin mövzusunu olduğu kimi bura salmır. Misal üçün, mətn nədən danışır? Date palms. Bunu varianta yazmayacaq ki, heç vaxt. Date palms. Çünki bu çox asandır. Biz bunu tapaq ki, mətnin adı olduğu kimidir. Mətndə ona aid olan xüsusiyyəti yazır. Yenə deyirəm, mətnin özü 5-dirsə də variantda onu 2/3 kimi verir. Yəni mənası odur ki, biz mətnin adı olan ismin, olan ifadənin açıqlamasını tapmalıyıq. Yəni burada da bizim o xurma meyvəsi olan palma ağaclarından danışdığı üçün deməli götürürük ki, meyvəli möhtəşəm ağaclar. C variantında deyir ki, xurmanın zərərli tərəfləri. Xüsusiyyətləri. Ümumiyyətlə, burada xurmanın zərərli tərəfindən danışmır. İndi mən yenə tərcüməsini atacağım. Səudü Ərəbistanın səhraları. Heç bundan danışmır. Yəni, burada sadəcə 1-2 cümlədə siz bunu görə bilərsiniz. Heç o da yoxdur. Elə Ərəbistan sözünün özüncə adı var. Qutardı, getdi. Bir də deyir ki, ən böyük xurma satıcıları. Bu da yenə bir cümlədə var. Deyir, bugün Misir, İran
daha sonra digər ölkələr ən böyük xurma satanlardır dünyada. Yəni bir neçə ölkənin adını çəkir. Əlcəzair, Misir, İran, Səudi Ərəbistan, bu qədər. Cavab olacaq burada deməli B variantı. Mətnin adını biz bu cür tapdıq. Daha sonra baxırıq ikinci suala. Hələ ki tərcümə eləməmişəm. Deyir ki, xurmanın içində çoxlu qənd var. Deməli, gəlirik biz buradan qənd olan o hissəni tapmağa çalışırıq ki, görəsən o qənd olan hissə hardadır? Deməli, gəlin baxaq. Baxın. Hardasa gəldim burada. Burada sugar sözünü gördüm. Düzdürmü? Cümlənin ortasına. Deməli, cümlənin bütöv, yəni başdan bu cümləni işarələyirəm. Deyir ki, dates have a sweet taste and people can easily use them instead of sugar or candy. Təbii ki də biz bu cümlənin tərcüməsini bilməliyik. Bu öz yerində. Amma gördük biz burada sugar'ni, yəni qənd sözünü gördük də, düzdürmü? İndi gəlin baxaq bura. Deyir ki, çoxlu qənd var xurmanın tərkibində. Belə ki, so, belə ki deməkdir. Yəni, səbəbi verib bizdən nəticəni istəyir. Deyir ki, insanlar bu meyvəni çox yeməməlidir. Baxın, ümumiyyətlə burada həm elə bir cümlə yoxdur, həm də heç inkar məna yoxdur. Ona görə biz B variantını çıxırıq. C-də deyir ki, onları yemək dişlər üçün çox pisdir. Burada diş sözü yoxdursa da, baxırsınız eyni sözə. Yoxdur ki, həmin o sugar sözünün yanında. Yəni, sualda verilən cümlənin ətrafında o söz yoxdursa da çıxırıq C-də. D-yə baxırıq ki, onlar şirini, yəni konfet hazırlamaqda istifadə olunur. Yenə burada bizə elə bir məlumat demir. Yəni, deyir ki, onlar, baxın, source of energy, enerji mənbəsidir. Bunda çıxdıq. Bir də only. Only sözünü çox diqqətli olun. Only sözü yalnız deməkdir. Yalnız, ancaq, yəni məhdudlaşdırıcı ədatdır bu. Yalnız, ancaq, təkcə. Bu only çox yerdə qabağımıza çıxır. Həmişə yox, amma 99% only olan variant səhvdir. Deyir çünki onlar yalnız heyvanlara verilir. Amma axı xurmanı insan da yeyir. Bu onsuz da yanlışdır. Bəli, cavab qalır burada A variantı. Deyir ki, xurmada çoxlu qənd var. Belə ki, insanlar şirniyyat əvəzinə, yəni şirniyyat deməyək, konfet əvəzinə onları yeyə bilir. Baxın, burada da eynidir mənası. Deyir, dates have a sweet taste. Yəni, xurmanın şirin dadı var. İnsanlar asanlıqla onları qənd əvəzinə yeyə bilir. Gördünüz, yəni, tərkibində burada sadəcə sözü dəyişibdir. Sweet taste yerinə sugar yazıbdır. Yəni, onsuz da tərkibində qənd var. İnsan da onu şirini əvəzinə, konfet əvəzinə yeyir. Oldu A variantı. 3-də bizdən istəyir, deməli false. Yəni, yanlış, səhv olan variantı. Deməli, baxırıq. Deyir ki, gəlin deməli baxaq birinciyə. Xurma olan palma ağacları ev tikmək üçün istifadə olunur. Deməli, baxırıq ki, həmin palma ağacları, baxın, burada var. Eynisi. To build houses. Gördünüz? Cümlədə də inkar yoxdur. Deməli, istifadə olunur. Sonra nədir? People eat date. İnsanlar xurma yeyir. Deməli, insanlar da xurma yeyir, heyvan da yeyir. Çünki burada yazıbdır ki, feed animals with it. Yəni, heyvanlara da xurma yedirdirlər. İnsan da yeyir, bir də ev tikirlər. Gəldik bura. Deməli, bir doğru oldu. Bir olan variantı çıxdıq. Baxdıq ki, deyir heyvanlar yemir. Yeyir axı. Oldu cavab avtomatik 2-3 səhv variant. 4 niyə düz olur? Deyir xurma, grow böyüməkdir. Xurma deyir səhrada böyüyə bilir. İndi baxaq görək bu bizdə mətndə harda var. Desert sözü, səhra sözünü tapmalıyıq deməli. Bir dəqiqə bunu tapmalıyıq. Make sweet and brown deməli while cooking food. Desert sözü burada olmalıdır hardasa. Hə, ən axırdadır. Tapdım. Baxın. Yəni can grow, can bilmək, bacarmaqdır. Yəni deyir, göstərir ki, bu nə? Bu deyəndə burada tədqiqat demək istəyir yəqin. Hə. Göstərir ki, xurmalar çətin şəraitlərdə, hətta yəni səhra kimi yerlərdə də böyüyə bilir. Baxın, can grow. Bir də işarə edirəm. Can grow. Bunu bir də dəyişim.
can grow deserts. Burada oldu. Deməli 4-də düzdür. 3 niyə səhvdir? Impossible imkansız deməkdir. Deyək, xurmanı burn yandırmaqdır. Yandırmaq, xurma olan palma ağacını yandırmaq imkansızdır. Baxın, burada it's impossible deyir. Lakin burada nə deyir? They burn some parts of said date trees while cooking food. Yemək bişirərkən onları bir hissəsini yandırır. Deməli, bu da düzdür. Baxırıq indi 4-cüyə. Bizə sual verir. History sualı deyir, yəni tarix deməkdir. Tarix bizə xurmalı palma ağacları haqqında nə deyir? İndi deməli, biz burada history sözünü tapmalıyıq. Aha. İndi hər şeyi sildim, deməli. Aydın görək deyə. Gəldik indi, deməli. Bu da B oldu. Aha. Baxdıq burada history'yə. According to historical sources, 7,000 years ago, people ate dates, made pictures of date palms on their stone buildings. Gördük, burada picture sözünü tapdıq biz. Düzdür mü? İndi gəldik bura. Piramida deyir. Piramida yoxdur. Köhnə kitab deyir. Mətndə elə bir şey yoxdur. Aha. Deyir ki, onların kökü daş binaların yanında tapılıb. Hanı burada? Baxın. Deyir root, kök. Kök deyir. Amma burada heç o söz yoxdur. Root ağacın köküdür. Amma görürsünüz da. Deyir ki, made pictures of date palms on their stone buildings. Yəni qədim xalq daşın üzərində xurma meyvəsi olan palma ağacının şəkillərini çəkdi. Made pictures. Bu da olacaq. Deməli, təbii ki də D variantı düzgün. Daha sonra bizdən yenə düzgünləri seçmək istəyir. Bu sualda biz 2 variant seçməliyik. Deməli, baxırıq. Deyir ki, qududulmuş, baxın, hardadır? Qududulmuş xurma ağacıdır. Gördünüz, cümləmiz təsdiqlədi. İnkar yoxdur. Deyir, uzun bir müddət cold soyuqdur. Soyuq quru yerdə saxladıla bilər. For many months. Baxın, eyni cümlədir. For many months. Yəni, çox aylarla. Deməli, bir doğrudur. Biri götürürəm mən. 2-yə baxıram. Deyir ki, deməli, plenty çox deməkdir. Yəni, deyir, ən çox xurma meyvəsi olan palma ağaclarının istehsalçı ölkələri su çox olan regionlardır. Baxın, gəlin baxırıq bura. Bunların ən çox hardadır? Tapdıq elə. Bayaq dediyimiz kimi Misir, Əlcəzair, Ərəbistan və s. Amma burada nə deyir cümlənin axırında? But deyir. But these regions don't have enough water. Amma bu regionların kifayət qədər suyu yoxdur. Burada isə çox su deyir. 2-ni çıxdıq. 2-ni çıxdıqdan sonra deyir ki, bəzi insanlar qənd əvəzi, yəni xurma ağacı yeməyə üstünlük verir. Bunu dedik. Xurma ağacı yox, daha doğrusu xurmanın yəni özünü, meyvəsini. Çünki xurma o qədər şirindir ki, qəndi əvəz edir. Bir də deyir ki, 4-də Misir və İran 2700-dən çox növ, yəni xurma yetişdirə bilir. Baxın, burada 2700 sözü deyir ki, there are more than 2700 kinds of date palm trees. Yəni 2700-dən çox xurma meyvəsi olan palma ağacının növü var. Burada heç nə demir. Demir hansısa ölkədə bu boyda növ yetişir. Bu ağacın növünü deyir. Hansısa ölkə boyda ağac yetişdirir, demir. Ona görə də 4 səhvdir. Cavab olacaq 1-3. Deməli, mətni işləmənin bir asan yolu da budur.